Bugün böyük gündür çünki ailəm Amerikaya gəlir. Ancaq birinci səfər deyil. Anam artıq 4-cü dəfədir gəlir. Qardaşım olsa burada təhsil alır, 2-ci dəfədir gəlir. Yəni yay 1 aylıq qayıtmışdı. Mətin isə balaca qardaşım 2-ci dəfə gəlir. Uşağın gününə baxayım. Mən uşaq vaxtı gedirdim Daşkəsənə yayda. Uşağın səviyyəsinin pikliyinə baxın ki, uşaq yay tətilində gəlir Amerikaya dincəlməyə, yəni. Mən belə qısqanıram da, yəni. Elə nəysə, uşaq şanslı da olub. Gedək, veşlər var, əsas yeməklərə görə çəkiliş edirəm. Bilmirəm, artıq ucu demirəm də, yəni, artıq ucu. Yəni, demirəm ki, nə gətirin də, artıq özləri doldurur, yəni, nənəm, xalam, anam oradan dolma bişir falan. Görəcəksiniz, yəni, nələr var. O qədər veşləri var ki, bu arada keyfiyyəti zada fikir vermirəm, yəni, görürəm videolara like atmırsınız. Yəni, sizdən küsmüşəm, yəni, görürsünüz. Bir də gördünüz, bu videodan sonra, yəni, bir il video atmadım. Ona görə, yəni, bunu bəyənsəz Mətindən vloglar gələcək. Nəysə, gedirəm 4 dəqiqə uzaqlıqdadırlar, götürüm. Hava limanı bizdən biraz uzaqdır, veşləri də çoxdur deyə tam hava limanına getmədim. Elə bil hava limanından şatıllar var. Birbaşa avtobuslar var. Aha, yol bağlıdır. Birbaşa avtobuslar var. Başqa şəhərdəki hava limanlarına aparır. Bizim evin yanında da çox balaca bir dənə hava limanı var. Özəl jetlər falan üçün, kiçik uçuşlar üçün. Onun yanına gəlirlər, oradan götürürəm. Orada 12 dollara gətirir adam başı. 12, 36 dollar. Stilimdə dəyişiklik eləmişəm. Bu arada video elə bir şeydir ki, çəkmədikcə çəkmirsən də, yəni heç yadına düşmür falan. Vaxt da uçur bir tərəfdən. Ancaq videolar çəkməyə yenidən davam edəcəm. Yəni olsa video olsa hər zaman ağlımdadır. Yəni video həmişə ağlımda bir plan olur. Sadəcə plana uymaq lazımdır. Mətin, xoş gəldin Amerikaya. Nətərdir Amerika? Qardaşım da burada. Niyə belə işıqlıdır? Nə verdilər sənə? Onu da şimdi göstər. Turkish Airlines'ın. YouTube'a salam de. Nəysə, gedək. Gedək veşləri göstərim. Veşlər də doludur. Sizə göstərim nələr gəlib, yəni qalx. Yəni o videonu böyütmə paylaşmışam. Instagram kanalım, Instagramdan baxa bilərsiniz. Yəni hər şey doldurulub. Əsas qalx suyu. Bu dəfə kalbasamız çox gəlib. Yəni hər şey var. Ki bura baxanlar da bildi ki, necə gəlir. Evdəkilər gələndə çamadan adam başı 2 dənə 23 kilo, bir dənə də 10 kilo olduğu üçün və 3 nəfər gəldikləri üçün artıq hesablamağı özünüz aparın. Yəni görün nə qədər yer var. Və bunları Azərbaycandan alaraq burada alınsaydı 2-3 qat artığı çıxasaydı, ona görə oradan gətirirlər. Həm də normal yeməklər də var. Baxın, normal dönər əti var. Bir dənə də belə toyuq var, mal var. Bu yaxşıdır. Pendir sosu. Burada fərqli cürəsidir, yəni o deyil. Dadı da çox qəşəng deyil. Belə lavaş, çörək, onu bugün göməcək. Mətinlə gəlmişim mağazaya, özünə şey aldır. Mətin, nə almısan? Nə almısan? Yemisən bunu? Qəşəngdir. Mətini gətirmişik ateş yaşanlığa. YouTube'a videonu unuttum, ona görə qutarır indi səsin. Mətin necədir? Bəyəndin? Bakıdakı ateş yaşanlıq yaxşı, yoxsa bura? Bakıdakı ışıq görürdüm. Görməmsən? Görmüşəm. Bugün Amerikada nə günüdür? Müstəqillik. Müstəqillik günü. Mətin də Amerikalı olduğu üçün gəlib bunu qeyd eləməyə. Xoşuna gəldi? Sən Amerikalısan? Hə? Və aşağıda hər yerdə adamlar dayanır. Burada hamı yolun qıranda hamı dayanır. Hamı baxır. Burada oturub. Hələ biz yuxarı gəlmişik. Millət aşağıda oturub o tərəflərdə.
Mətni anlatmışam ki... Yox, canlanmadı. Aferin. Deyirdim ki, üstünə əlini tutub tullanıb düşürsən, qapasılır. Pəncərəsində çək. Ay, buna basanda açılır. Hə. Rahatdır. Rahatdır. Nə vaxt alacaq? Heç vaxt. Bu xaladenki niyə alaq? Xaladenki niyə alaq? Qəşənglə qayışın, qəşəng. Sür. Sürəndə birinci hara gedəcəyini bəlli elə. Ayağını o tərəfə bas. Ayağını arxaya qoy birinci. Yox. Yox, o biri. Hə. Əyri qoyma, düz qoy. Hə. İndi biraz sağa tərəf itələsən, sağa gedir, sola tərəf itələsən, sola. Gördün? Oy. Yıkıldı. Eybi yox, gəl. Metin, ne aldın? Crocs. Deyəsən, dənəsi $50. Söz deyirəm. Hə, Nə 50 dollardır? Crocs'un. Ay, söz deyirəm. Anam deyir, ey dənəli. Ey dənəli nədir? Amerika bayrağı. Hə, Hepsi Amerika bayrağıdır. deyiyor. Ne? Bu. Bu. Bak şu an. Hadi. Bunu istəyirəm və Ve hamilə əlbəttə. Hə, özün səhəmlər. Bir dənə də mən seçim. Nasıl? Düzgün şeylər seçmə. Ondan bir dənə dokunursan. Eşo nədir? Duolingo. Özün sən. Duolingo yaxşıdır da la. Duolingo üstü belədir. Bax da. Bəlkə duyacaq. Baxın, Eşo nədir? İtin zadın var sənin. Hə. Bax Mətin. Ben bakıyorum. Bruno. Bilməm ki nədir. Ay çok bakıyorum. Scooby-Doo. Belki duyacaq. Koy götür bak bunu. Chicken. Chicken nedir? Aa bu. Mətin, Simpson götür. Hadi Bak. Simpson diyecektim. Minecraft sən. Chicken jockey. Acaba götürəm ben. Çocuğa. Aa bu da var bak. Gargamel də var. Bak bu geçeydi. Sən Stitch. Yok. sevgilinə verərsən. Ey. Nə? Sevgi xoşuna gəlmir sevgilinə. Ben bunu istiyorum ve bunu. Hansı? Bunu istiyorum ve bunu da ve bunu. Üçün də istəyirsən. Biri $5. Neyle bakalım? Yaşlısını da götür. Üçünü de. Ha. Kara takacağım üçünü de. Outlet'te gelmişim Metin. Skate sürür. Bugün Mətinə sürprizim yoxdur, amma maraqlı bir şey var. Onu göstərəcəm. Səncə nədir? Yolda gedəndə bizə lazım ola biləcək bir şeydir. Nə? Surfing için. Yox. Acı Acır bucur mu? Abur cubur olar. Gedəndə görərsən.
O da mağazanı buradan görürsən. Səncə hansı mağazadır? Səncə hansı mağazadır? Tesla. Maşın getiririk. Götürüyor. Hə. Hə. Bizim burada. Səncə necə bir şey? Maşın almağa. Daşın almağa. Maşın bahadır axı. Bu bilsən neçədir? 40 min dollar. Ondan yerdən mi? Mən başqa bir belə maşın almaq kimi bir şeydir. Plakat. Hə. Rent. Nasıl? Sən minmisən heç Tesla'ya? Minmisən Tesla'ya? Nasıl? Model Y. Vay. Model qabağında işıq yanır. Anahtardaçı. Yox. Şey, ortadakı. Gedək. Min. Sen saat ona Hə, kadar. Şöyle nereden kaçıyordu? orada. Yuxarıdan sürüb gətirəcək. Hadi bu maşın burada kalacak. Heyecanlısan? Bildim niye sen ortadayken seçtim çünkü kapılar yukarı açılır. Yox, onda yuxarı açılır. Nasıl yukarı açılır? Model X. Bəs niye onda sen ortadakini seçtin? Ortadakı yaxşıdır da. Anahtarcısını seçtin. Yəni günlük sürüş üçün model Y yaxşıdır. Budur. İndi bu göy, sonra bu ağ. Bu model 3'dür. Bu model Y'dir. Burada satılan maşınlar var. Nə? Burada satılan maşınlar Hə. budur. Dur çəkim. Mətin Tesla'mızı götürdük. O dəqiqə şey deyirsən, neysən? Ne bileyim burada şey tapdım ben düşünüyorum bunu buraya. Öyle mi? Hoşuma. Arxaya bilmirəm ki, olur. Bax yuxarı bax. Uy su var bu nedir? Hadi bu kadar. Sən elədin. Kəmərini tax. Harda da işine gömürəm. Ha, gördüm. Ortada, sağda otur bəs sən. Ha, yaxşı. Mesela O deyib boynundan keçir, ora tax. ora. Yox, yox, elə yox. Cəzdə. Bax, Deyirəm də çaxam. cəzdə taxım. Tamam. Otur. Kemer niye taxırız? Safe olaq da. Bu da bizim maşın. Göy rəng Tesla Model Y. Jupiter idi, Juniper idi, nə idi? Təzə versiyası və Mahir səsini azalda bilərsən. birinci göz azaldı. Da burada belə şey var. Sıfır eləmə. Mən baxıram videolara. Deməli burada avtopilot. Burada hardan Wi-Fi var? Harda var? Burada hardan Wi-Fi var? Gözdən. Her şey de Rus dilində. Tək bildiyim tormuza basırsınız. Bunu da qabaq eləyirsiniz Çoxaldım. və maşın gedir. Mətin, indi sənə şoka düşəcək bir şey göstərim. Hazırsan? Hə? Gözdən incələsin. Hal-hazırda zərətkamız 96%'dir. Görürəm az. Əvvəl 96 nə yazdı? Azdır da. Bax, hazırsan? Bir il burada qalır. Saat qalır 96'dır. Ha. Yuxarı açılır. Açılmır yox. Hazırsan? Bax. Evet.
Fərq hiss eləmirsən? Əllərimi var. Maşın özü gedir. After şey. In 500 feet, turn right onto Görsən heç Van nə Allen eləmirəm. Nətər olsun gedir? Axara gedir Street. Now ki. turn right onto Evet. Van Allen Street. Bax özü bizi aparır. Maraqlı da. Nəyə baxsan? Bax özü döndü bax. Bax dönür. Nə baxım. Bax. Sən kəməri çıxar ortada otur. Yo, niyə? Özü gedir də. Nice. İnandın? Ha? İnandın? Bizə əlinə baxım. Bax. Bax heç nə eləməyəcəm bax. Əlinə. Məsələn yolda hal-hazırda şey var idi. Kubiklər indi arxadan belə göstərim. Və oradan da rahat keçdi və yəni özümü o qədər rahat hiss edirəm ki, yəni şey olaraq, bu sağa dönmək istəyir. Dön brat. Sən niyə sağa döndün? Mən məsələn buradan düz gedərdim. Yəni bayaqdan əlimə toxunmamışam amma bir dəfə belə kənara baxdım, mənə deyir ki, yola diqqət elə, mən də yola diqqət edirəm. Yəni özümü bir dəfə sürücüsü taksiyə minmişəm deyə onu da hiss eləyirəm. Ona görə yəni heç şey deyil də belə. Yəni qəribə kimi də belə gəlmir. Çox maraqlıdır həqiqətən. Və birbaşa evin adresini yazmışam, özü gedəcək. Sən burada qabağımıza maşın keçdi. İndi saxlayır. Burada da göstərir nə oldu. Qırmızı işığı da özü uzaqdan gördü, saxladı. Dostlar, avtopilot live oldu. O qədər dedi ki, şeydir, yola bax, baxmadım. Və indi başlaya bilmirəm. Deyir ki, uyarılara uymadım, ona görə saxladıq. Hal-hazırdakı sürüş üçün istifadə edə bilmirəm. Bundan sonra sürüşdə istifadə edə biləcəm. Köpək olun texnologiyası. Bax, deyir, yola bax da. Mətin, bax, buradan kondisioneri hara vuracağını və belə dəyişmək olur. Aşağı, yuxarı. Nə yaxşı. Oy, bismillah. Nətər idi? Nə bilim, baxıram, gördüm. Və sraz belə elədim. Güzeldi. Şey, qutağına qədər. Yəni, şey, adı nədir? Yol orada başlayana qədər. Ki, şey olmasın. In 1,000 feet, turn right onto Sherman Way. I thought admin events would be my Bu arada diğer beğendiğim şeylerden biri Metin onu sakla. This genius discovered a secret trick on a You've probably seen Allah the sakla video da. where the boy literally lifts off his seat Mahir, buna bax, bunu tapdım. Ne? to the high speed. But when these guys tried it, they probably didn't Does expect that? what was about to happen. Otur. You've probably seen the video where the boy literally lifts off his seat due to the high speed. But when these guys tried it, they probably didn't expect what was about to happen. You've probably seen the video where the boy literally lifts off his seat. Ha. Başlattım. Mahir, başlattım. Mahir, Ha. başlattım. O zibilleri var. Oy. Ne videosu da? Tesla videosu. Şey, o bək sürürə. Hə. Hə? Hə, indi qoşur. Belə. Hə, indi qoşacağım. You've probably seen the video where the boy literally lifts off his seat due to the high speed. But when these guys tried it, Şöyle çəkdim. İstəyirsən bax. Mətin, indi əsas sual. Arkada oturanda ürəyin bulanmır? Yaxşıdır, rahatdır, bəyəndin. Mahir. Hə, Bir dənə bura ver. Bir dənə. gözlə. İndi fikirlərini dedin, nətərdir məsələn? Bu elektrik maşınında, normal maşından nəyə fərqlidir?
elektriklidir, benzin lazım değil. Ha. Pulsuzdur elektrik. Elektrik pulsuz değil ki. Sen evde işığa pul vermirsən ha? Pul verir. Şöyle ha. Ha, ver bir de. Gözlədiyincə fikirlərin də nətərdir, bəs səncə nə fərq hiss elədin? Ki tezləşəndə azam In boşu 500 belə feet, gedir. turn Belə. right. Then you will arrive at your destination. Hal-hazırda özü park edir bura. Yəni seçdim yeri, özü də park edir. Çox zor değil, yəni bir də ayda. Metin uyur size. Oradan geldi söz. Belki gördüm. Hal-hazırda yoldayıq. Gedirik o sürprizimizi Raifə də göstərməyə. Sürpriz gətirmişik. Nə ola bilər? Tesla. Ne bildin? Yalan deyil. Tesla var orada. Fiyatla gelirik. Fiyatla sıçmaram. Sığışmarsan? Yox. Onda yaxşı. Fiyatın... Sən fiyatla ancaq get. Gördün? Hanı? Orada. Oha. Orada. Nətərdir? Teşekkür. Sen de. Kiraya götürmüşəm. Sabah saat 10 kadar. Biz sana mı gaz? Nissan da orada qoymuşam da. Hara koyupsan? Götürdüyüm yerə. Mahir Niye götürdün ya? aç. Proqramdan açmalıyım. Hop. Telefon yanımda deyə açıldı proqram. Niye açılmadı? Ayrak bastım da. Hədə dart da, bas dart. İndi video çəkəcəyik TikTok üçün. Bu arada bizi TikTok'tan falan hər yerdən izləyin. 2 Mayrus hara yazsaz çıxacaq. Çünki bu videoları ilk orada paylaşılacaq. Oturan kimi kondisioner vurur. Çünkü öldüm işte. Bir çöldən bu Juniper'dir səhv eləmirəmsə. Mən bunu çox bəyəndim. Çünki digər Tesla Model 3 ilə Model Y bir-birinə oxşuyur, sadəcə biraz böyük versiyasıdır. Bunun burası amma həqiqətən də gözəldir. Burada da kamerası var. Burasını bəyəndim, amma arxadan biraz çox Prius'a, Prius'un təzə modellərinə də biraz oxşuyur, belə sanki. Amma yəni burada yazısı var da, Tesla yazısı və bagajı həqiqətən də çox böyükdür. Bax. Ay ayağımı kırdım. Şuna yedi bunu arkaya yapacağım. Çəkil, çəkil. Əlini çək, əlini çək, əlini qaldır. Bu nedir? Sən bastın. Nətərdir? Teşekkür. Bax, indi əsas videonu çəkəcək. Gözlə. Sən çöldə gözlə. İndi. Hə? Ay, bağla da. Düyməyə bas, hə. Burada şey olur, elini koyursan, elini kesir falan, o öyle olur. Yox. Bax, buradan elədim qabağa. Heç nə Rusuna zadı yoxdur. Bayır eleme ben kemer takmışım. Abala, ev yox, şey deyil. Eleme eleme. Abala, şey eləmirəm. Onu elemsen eleme. Bax. Yaxına gəl. Rulu görsən. Özü park eləyir. Yəni gözüm yumuludur da. Dəysəm getdi.
Vəsə park elədi. Nətər idi? Sən maşın sürə bilməsən belə, oturursan və seçirsən buradan. Deyirsən ki, bax bu nöqtə. Məsələn, burada durmusan elə. Deyirsən, hə, bura sal, ora sal. Özü salır. Fakirlər, oturun, fakirlər. Yaxşı, gəl otur. Kim? Raif oturmaq istəyir. Qətindən gəlmişik. Golden Gate-ə. Golden Gate körpüsünə. Bu körpü görünmür dumanla. Normalda buradadır. Nədir? Magazin gedəcək. Mağazına. Dostlar, hava açıldı saat 4'ten sonra. Neyse. Dur belə. Nətərdir Golden Gate? Kitabların üstündə hiç görürdün mü şəklini? Ama her yurdu İngilis dili kitablarında. İngiltere'de görmüşüm. Sen İngiltere'de olmuşsan, İngiltere'de değil mi? İngiltere... Ne bileyim şeyde görmüşüm videoda. Şeyleri beğendin. Ne? Golden Gate körpüsü. Hadi. Belki oturam. Otur. Otur. Sen oturun. Yok, Sen yerde de otur. trolleybussan. Sen de trolleybussan. Trolleybus. Ha. İçinde ne var? İçinde bütün değerli eşya var. Tralleli trallala. Eləmə. Olsun gaza kaçın. Sən də onda sallayın da, sən də qazın qaçıb. Gaz bir daha sende olur. Bende olur. Ben kolada. Nədir o? Gəl baxaq görək. Nə var? Havalar, ayağınla nə edirsən? Hə, Sen oturmada kalmışsan. mən orada. Yox. Niye? Axı demiştin ki sen orada 5 yıl kalmışsan. Nasıl? Sen mazlumlar demiştin. Bir de ben soruştum oturmakta. Kim kalır? Sen de Mən 18 il türmədə qalmışam. 18 yani çok tamam. Gəl bura yana vuracam. Abala bura. Ay yavaş vur. Ben Yavaş. buramı ağrıyacağım. Aba yavaş vuram sən. 5 vurum sonra. Bek vursam ağrırsam ben sen bir daha da vuracağım. Yaxşı. Cəza cəza. Ay bu. 1 2 Yaş vura. Vur. Ay vermesene ben. Gidemezsen Aba yavaş vurmam ki hala praktik edin. Ay tamam ay. Yaxşı. Vurdum. Hə. Can ben de sana böyle itelim. Gözü telefon çevirəndən cəza. İtelim. Bir daha da itelim. Yaxşı itələm. Avala. Elə itələmdir. Yaxşı yaxşı bir Davay Martin. Пока. Özünə yaxşı bax.